İnne Resulullah sallallahu aleyhi ve aleyh xətəbənə zat-ı yevmin. Bir gün Həzrəti Peyğəmbər belə buyurdu: Eyyuhənnas, ay cəmaət, İnnehu qəd əqbələ ileykum şəhrullah. Allahın ayı, yəni Ramazan ayı sizə üz gətirir. Siz hazır olun, özünüzü hazır eləyin o aya daxil olmağa, o ziyafətə. O ay gəlir bil bərəkəti və rəhmə və məğfirə. O ay gəlir bərəkətlə, rəhmətlə, məğfirətlə gəlir sizə. Şəhrun, o ay belə bir aydır ki, huvə indəllahu əfzəlüşşuhur, ən fəzilətli, ən şərafətli bir aydır. Və hayyamuhu əfzəlül hayyam, günləri bütün günlərdən üstündür. Və ləyali əfzəlül ləyali, gecələri də bütün gecələrdən üstündür. Və saətuhu əfzəlus sa'a, saatları da il ərzində bütün zamanlardan üstündür. Və huvə şəhrun qəd du'itum fiha ila ziyafətillah. Siz bu ayda dəvət olunursunuz. Hara? İla ziyafətillah. Allahın ziyafətinə. Ziyafət qonaqlığa deyərlər. Qonaqlıq necə olur? Üç cür dünyada qonaqlıq var. Bir, sadə adamların qonaqlığı. Bir, prezidentlərin qonaqlığı. Bir də Allahın qonaqlığı. Sadə adamların, bizim qonaqlığımız necə olur? Məsələn, sən axşam bir iftar hazır eləyirsən. Deyirsən ki, qardaşım, sən də gələrsən bizə iftara. 3 nəfərlik, 5 nəfərlik, Allahın verənindən hazır eləyirsən ki, inşallah biz əyləşib iftar eləyəcək. Bu bizim səviyyəmizdə olan bir qonaqlıq, ziyafətdir. İndi bizim verdiyimiz ziyafətinlə prezidentin verdiyi ziyafətin nə qədər fərqi olar? Həlal, haramdan gedmir söhbət, onu qoyaq qırağa. Söhbət onun vüsətindən gedir. Bir şah, bir prezident, başqa bir prezidentə ziyafət verir. Bunlar ikisi ölçülməz miqyasdadır biri-birindən. Bir də var ki, Allah ziyafət verər. Allahın da ziyafəti bəllidir. Allahın ziyafəti necə olar? Quran buyurur: Vəlillahi mulkus səmavati vəl ərz. Yerlər, göylər, dəfinələr, xəzinələr hamısı Allahındır. Qüdrət onun qüdrətidir. Bu nemətlər ki, bizlər ondan istifadə eləyirik, ziyafət hazır eləyirik, onların hamısını Allah bizim ixtiyarımızda qoyub. İndi Allah özü istəyir